İran son bir neçə saat ərzində İsrail istiqamətində 100-dən çox pilotsuz uçuş aparatı buraxıb. Hazırda İsrailin müdafiə ordusu dronların zərərsizləşdirilməsi istiqamətində çalışır. Hazırda Yaxın Şərq döyüş vəziyyətindədir. İranın dron hücumları baş verdiyi bir vaxtda Britaniya qırıcıları İsrailin onları ələ keçirmə səylərinə kömək etmək üçün Kipirdən havaya qalxıb. İordaniya öz hava məkanını İsrail qırıcıları üçün açıb. 100 dronun ardınca daha 200 dronun İsrailə yönəldiyi bildirilir. İran İsrailə qarşı Əsil Vəd 3 əməliyyatının başladığını elan edib. İsrail gələn İran hücumu səbəbindən Qərb divarını və Əl-Əqsa məhəlləsini ziyarətçilərin üzünə bağlayıb. Qətərdən əlavə döyüş təyyarələri də havaya qalxıb. Qətər Hərbi Hava Qüvvələri İranın Əl-Udeydi hədəf alacağı təqdirdə Qətəri müdafiə edəcək döyüş təyyarələrini havaya qaldırıb. İran Xarici İşlər Nazirliyi ABŞ-İsrail hücumlarına görə məsuliyyət daşıdığını bəyan edib. Xarici İşlər Nazirliyi ilə bildirilib ki, İsrail ABŞ-ın koordinasiyası və icazəsi olmadan İrana hücumlar edə bilməzdi. Birləşmiş Ştatların hökuməti bu rejimin əsas tərəfdarı kimi bu təhlükəli nəticələrə görə məsuliyyət daşıyacaq.